Sponsorlar: Natural xalı. Evinizə zəriflik, rahatlıq və təmizlik gətirən xalçalar Natural xalıda. İndi outlet bölməsində xalça və kilimlərə 80%-ədək möhtəşəm endirimlər. Zövqlü dizaynlar, yüksək keyfiyyət və əlverişli qiymətlər bir arada. Təbii ipək, yun və pambıq toxunuşları ilə eviniz nəfəs alacaq. Tələsin, bu fürsət yalnız Natural xalıda. Təbiiliyin və zövqün ünvanında. Bərəkət çayları. Çaylar geldi, doldur stekanları. İçtik de keyif dolar bereket. Çay anları. Bereket çay sensiz olmaz. Demli demli doymak olmaz. Bereket çay. Tamaşa düyüləri. Supercrest elektrik məişət avadanlıqları. Supercrest. Evinizdə enerjinin gücü, məişətdə rahatlıq, keyfiyyətdə zirvə. Supercrest. Supercrest elektrik məişət avadanlıqları ilə həyat daha rahat, daha sürətli, daha təhlükəsizdir. Enerjiyə qənaət, uzun ömürlü istifadə və müasir dizayn. Bütün bunlar yalnız Supercrest elektrik məişət avadanlıqlarında. तुझे देखा तो ये जाना सनम, प्यार होता है दीवाना सनम। तुझे देखा तो ये जाना सनम, प्यार होता है दीवाना सनम। अब यहाँ से कहाँ जाएं हम, तेरी बाहों में मर जाएं हम। Necəsiniz ki, yaxşı? Sevirsənsə söylə mənə, sevirsənsə söylə mənə, söylə mənə. Ürəyimi üzən oğlan, ürəyimi üzən oğlan. Ay dağlarda gəzən oğlan, gəzən oğlan, gəzən oğlan. Kim döydü sizi? Kim döydü? Xəbər eləyək. Hər qurtumunda səmimiyyət və bərəkət var. Dağ başını duman aldı, dağ başını duman aldı, duman aldı.
verilişinden herkese salam olsun değerli tamaşaçılar. Biz geldik. Bugün hava çok güzeldi. Güneş bir başqa doğub. Çünki Bakıdan təxminən 110-115 kilometr uzaqlıqda yerləşən Hacıqabul rayonundayıq. Bugün çox gözəl bir kəndə dəvət almışıq. Təbii ki, kəndimiz sürprizdir. Birazdan biləcəyik hansı kəndə gedəcəyimizi. Sponsorlarımız var. Bizə sponsorluq eləyən Natural Halı, Tamaşa Miyad düyləri, Bərəkət çayları, Super Crest elektrik malları mağazasının sponsorluğu ilə verilişimiz başlayır. Həm də ki, nə başlayır? Getdik. Bütün toyda şenliğine çalınsın zurna davul. Güzelsen hazı kabul, özelim hazı kabul. Bütün toyda şenliğine çalınsın zurna davul. Güzelsen hazı kabul, özelim hazı kabul. Bəli, Hacıqabulun Meyniman kəndinə gəlmişik. Adından da görüldüyü kimi Meyniman cəmaatı çox qonaqpərvər, misafirpərvərdir, dəyərli izləyicilər. Bunu birlikdə görəcəyik. Çox həyəcanlıyam. Görək Meyniman kəndində bizi nələr gözləyir. Getdik. Meyniman kəndi Kürçayının sahilində, geniş və bərəkətli Şirvan düzündə qərar tutub. 19-cu əsrə aid mənbələrdə kəndin adı Meyniman, 1933-cü ildə isə Meynəman kimi qeyd olunur. Bu yurt yeri vaxtilə Kürün üstündə salınmış balıq və təqəsinin ətrafında formalaşmışdı. İlk sakinləri Cənubi Azərbaycandan gələrək burada balıqçılıqla məşğul olan Azərbaycanlı ailələr olub. Zaman keçdikcə bu balıqçı məskəni böyüyüb, yeni bir kəndə çevrilib. Kürün sahilində, Şirvan düzünün qoynunda bir kənd var, Meyniman. Bu kənd təkcə torpağı ilə deyil, oğulları ilə də vətənə bağlıdır. 44 günlük vətən müharibəsi zamanı Meyniman igidləri torpaq, bayraq, qeyrət uğrunda döyüş meydanına atıldılar. Onlar mərdliklə vuruşdu. Şəhidlik zirvəsinə ucalaraq adlarını tarixə, ürəklərə yazdılar. Bu torpağın hər qarışında onların nəfəsi, hər səhərində onların ruhu dolaşır. Analar oğullarının şəhid adını fəxrlə çəkir. Uşaqlar onların qəhrəmanlığını dilə gətirir. Meyniman şəhidlərinin qanı ilə yoğrulan bu yurt bugün daha müqəddəs, daha ucadır. Onlar getdilər ki, biz azad sabaha oyanaq. Onlar getdilər ki, vətən əbədi yaşasın. Əvvəlcə kəndə yerləşən bu qədim, müqəddəs biri ziyarət etdik. Dua etdik, niyyət tutduq. Hər kəsin dilində eyni söz. Uca yaradan, eldən obadan ruzisini kəsməsin.
Növbəti düşübcən. Necəsiniz deyə? Sevirsənsə söylə mənə, sevirsənsə söylə mənə, söylə mənə. Ürəyimi üzən oğlan, ürəyimi üzən oğlan. Ay dağlarda gəzən oğlan, gəzən oğlan, gəzən oğlan. Xahiş edirəm, Kim döydü sizi? dağlarda məni də Kim döydü? gəz mənə bala, gəz mənə bala. Xəbər eləyək. Gəzə də bala, məni də gəz. Hər qurtumunda səmimiyyət və bərəkət var. Dağ başını duman aldı, dağ başını duman aldı, duman aldı. Eşkin beni dərdə saldı, eşkin beni dərdə saldı. Qanadlı bir göyərçin tək uçur nəğməmiz. Ay Allah, Meyniman kəndinin çox gözəl balaları. Öpüm sizi, öpüm birinci, öpüm. Öncə balacanı. Məktəbdən gəlirsiniz. Hə, Hansı məktəbdən? Meyniman. Yorulmusunuz. Hə, Neçənci sinifə gedirsən? 5-ci. Sən neçənci sinifə? 1-ci. Səndən danışaq o zaman necədir? Yaxşı. Yazıb oxumaq necədir? Yaxşı. Məktəbi sevirsən? Hə, Əlaçsan? Hansı hərfləri öyrənmisən? Necə əlaç olmusan? Hələ təzə öyrənirsən hərfləri. Baxaq. Hı? Baxaq. Görək nə öyrənmisən. Vay, gündəliyin var sənin. Afərin alıb. Adın nə idi? Nəzrim. Nəzrin. Afərin alıb. Alqışlayaq Nəzrin. Oxuyarıq, öyrənərik bütün fənləri. Eliana yenə də öz amplasındadır. Kəndimizin hər cığırını, hər daşını addım-addım gəzib duyub hiss edir. O yaddaşına təkcə mənzərəni yox, Meynimanın ruhunu, nəfəsini, ab-havasını köçürür ki, siz bu kəndi sadəcə görməyəsiniz, hiss eləyəsiniz. Deməli, hal-hazırda Meyniman kəndindəyik. Burada nəzərimə çarpan ən önəmli detallardan biri budur ki, bütün qapılar açıqdır. Bu da Meyniman kəndinin necə qonaqpərvər olduğundan xəbər verir. Hətta maşın qapısı belə açıqdır. Bağlayaq. Görək. Bu gözəl qapının arxasında bizi kimlər gözləyir? Vay, 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 vay. Çox gözəl bir həyət bizi qarşılayır. Oy, xoş gününüz olsun. Meyniman kəndinin mehriban sakinləri. Necəsiz? Sağ ol, həmişə siz gələsiniz. Bizi üçün xoşdur sizin gəlməyiniz. Çox yaxşı, ondan gözəl. Əcəb eləyib gəlmisiniz. Həyətimiz, evimiz açıqdır üzünüzə. Özünüzü Xoş təqdim gördünüz. edin birinci. Özüm də Fatma. Ay, Hə, evin yadı xanımı. Evin xanımı. Fatma xanım, eviniz, ocağınız həmişə açıq olsun. Kəndimiz verilişindən sizi salamlayırıq. Sağ ol, sağ ol. Yenə də sağ ol, xoş gəlmisiniz. Bizə üçün xoşdur sizin gəlməyiniz. Çox şad olduq. Çox gözəl. Çox Bütün ailə toplanıbmı? Hamı toplanıb? hə, hamısı burdadır. Sizi gözləyir. Ay, nə gözəl. Çox sevinirəm. Çox sevinirəm. Belə qonaqpərvər insanları Hə, görəndə hə, ürəyimiz sağ daha ol, bir açılır. sağ ol. Çox sağ olun. Sağ Ay, nə ol. gözəl hazırlaşıb bizi gözləyirsiniz. Çox təşəkkür eləyirəm. Həqiqətən də bu, inanın ki, bu süfrənin heç bir önəmi yoxdur bizim üçün. Bizim üçün o ürəyinizin gözəlliyi. Sağ ol. Ürəyinizin gözəlliyi nəyə desəniz dəyər həqiqətən də. Çox gözəl. Meyniman kəndinin Meyniman insanlarına kəndi. eşq olsun. Axtaçı kəndi. Axtaçı kəndi. Siz Axtaçı kəndindəsiniz, Hə, hə? hə, Axtaçı Axtaçı kəndi. kəndinə də o zaman salam olsun. Eliana, deyəsən uşaqlığın yadına düşüb axı.
Fatma xala həyat bacasında maşallah cənnət yaradıb. Sən də bundan faydalanmağı bacarırsan ha, öz aramızdır. Yelləncəyin keyfini çıxar, amma ehtiyatı da əldən vermə. Allah sizə gözəl-gözəl günlər arzulayıram, ruzu bərəkət arzulayıram. Gözəl xoşbəxtlik, dünyada nə gözəl şeylər var, hamısından sizə arzulayıram. Xoş gəlmisiniz, gələn ayaqlarınız sağ olsun. Həmişə sizi arzulamışıq, sevinmişik ki, ay Allah, bu gözəl balalarımızdan biz görsəydik. Elə bir gün olaydı, onlarla görsəydik. Şükür bu günə ki, biz bir-birimizlə görüşdük. Sizi görməyimizə çox şadıq. Bu mənim bacımın evidir, həyətidir. Xoş gəlmisiniz, gözümüz üstə yeriniz var. Haçan yolunuz düşsə, bir də bu həyətə gəlin. Xoş gəlmisiniz, safa getmisiniz. Həmişə sizi sevirik, arzulayırıq. Allah, bunları biz görəydik yaxından. Nə gözəl gün ki, gəldiniz, biz sizi gördük. Allah sizə can sağlığı Sizə gözəl versin. günlər arzulayıram. Allah prezidentimizin canını sağ eləsin. Amin, amin. Dünyamızı sakit eləsin. Şəhid balalarımızı rəhmət eləsin. Qazılarımızın canını saxlasın. Əskər balalarımız salamat gəlsin. Amin, amin. Mənim də nəvəm gedib Cəbrayılda əskərlikdədir. Sağ-salamat o ilə gedən balalar gəlsin, mənim nəvəm də onun içində. Amin, amin. Bu bacımın bu həyatına şad günə gələk, gözəl günlərə gələk. Allah dünyamızı gözəl eləsin. İnsanlarımızı yaxşılar yaxşıdır, pisləri də yaxşı eləsin. Allah bu gün əlimizdən almasın. Ay gözəl. Amin. Ay nə gözəl dualar elədiniz. Nə gözəl dualar. Amin hamısına amin. Kəndin bərəkəti, neməti elə öz əlinlə olmalıdır. Düzdür də, Eliyanı ilə Fatma xala baş-başa veriblər. Elə bir böyük bir xəmir əməliyyatı başlayır. Deyəcəkdim Eliyanı xamır yoğurur, amma yox, o sadəcə baxır, nəsə etmək istəyir və mən də bacararam deyir. Fatma xala da gülümsüyüb deyir, ay qız, bax, sonra test götürəcəm. Eliyanı isə diqqətlə izləyir, amma görünür, daha çox dadına baxmaq dərsini öyrənir. Xəmirimizi yoğurduq, indi gedirik təndirə yapmağa. Çox həyəcanlıyam. Fatma xanımla bir yerdə xəmir yoğurduq. Fatma xanım, əliniz qolunuz yorulmasın, var olasınız. Çox sağ ol, sənin də əlindən hər iş gəlirmiş. Kənd işlər də gəlir. Çox sağ ol, söyündüm. Yap yaxşı, gözəl. İndi gedək çörəyimizi bişirməyə. Gedək. Artıq kənddə yaşaya bilərəm də rahat-rahat, hə? Gedək o zaman təndirimizə çörəyimizi yapaq. Rahat-rahat kənddə yaşaya bilərəm mən artıq. Hazıram. Çox gözəl, hə. Bir xəmir yoğurdumsa deməli, bir dənə xəmirlə olur bu işdə. Yox, xamır, onu hər iş görə bilərsən. Heyvanda sağa bilərsən, hər işi görə bilərsən, öhdəsindən gələ bilərsən. Çox sağ ol. Bəgəndim sizi. Gözəl. Çox sağ ol. Fatma xaladan sənə əsl kəndçi titulu verildi. Daha nə istəyirsən? Təndirə çörək də yapsan, olacaqsan xalis kənd qızı. Fatma xanım, bu 3 dənə xəmiri, kündəni niyə ayırıb balaca ayırdınız? Ona görə ayırdım ki, kənd həyatında elə ən maraqlısı budur, nəvələrim üçün. Ay, nəvələrinə kökə hazırlayıb Fatma xanım. Mən də valla nənəmi xatırladım. Allah bütün nənələrimizə can sağlığı versin. Ölən nənələrimizə də Allahdan rəhmət diləyirik burada. Dünyadan köçən nənələrimizə də Allahdan rəhmət diləyirəm. Nənəmi xatırladım həqiqətən də, kövrəldim. Qaynatam da onun içində. Çörəyimizi çıxardırıq. Çox gözəl görsənir, həyəcanlanıram. İsti çörək. Kərə yağı isti çörək. Gözləyirəm səbirsizliklə. Fatma xanım,
Çörəyi çıxara-çıxara bir bəzi suallarım da olacaq sizə. Siz çıxarın, rahat-rahat. Bu təndiri özünüz hazırlamısınız? Bu necə hazırlanıb? Özünüz mü hazırlamısınız? Kim düzəldib? Alınma təndir deyir. Özüm palçıq tutmuşam. Ona hər şeyi qoşmuşam. Ona özüm qonşu ilə ikimiz qoymuşuq. Maşallah, maşallah, çox bacarıqlıdır buranın xanımları. Çıxaraq çörəklərimizi. Bəh. Əsl təndir çörəyi. İnanıram ki, çoxunuz Elyanənin yerində olmaq istəyərdiniz ki, Fatma xalanın bişirdiyi bu təndir çörəyinin dadına baxasınız. Balacalar üçün kökə, böyüklər üçün çörək. Elyanə, neynədin? Çörəyi paraladın ki? Uç xalça, uç. Natural halı ilə evin nağıl dünyasına çevriləcək. Yumşaqlığı ilə buludlarda gəzdiyin kimi, rəngləri ilə sehrin qapısını aç. Natural halı hər addımında nağılı yaşa. Natural halı evinizin gözəlliyi, ayağınızın rahatlığı. Təbii ipək və yunla toxunmuş natural halı əsrlərin sənəti, müasir evlərin seçimi. Keyfiyyətinə toxunun, fərqini hiss edin. Natural halı zövqünüzə tam uyğundur. Rəngləri solmayan, illərlə yeni qalan natural halı evinizin bəzəyi, rahatlığın isə sirridir. Təmizlikdə asan, istifadədə uzun ömürlü natural halı ilə eviniz həmişə şahanə görünsün. Seçiminiz natural halı olsun, çünki hər ev təbii gözəlliyə layiqdir. Süfrəmizin bəzəyi, evimizin qoxusu, bərəkət çayı. Təbiətin qoynundan gələn saf yarpaqlar, 1000 illik çay ənənəsini daşıyan əllər və müasir texnologiyanın yaratdığı unudulmaz dad. Bu sadəcə bir içki deyil, Azərbaycan çay mədəniyyətinin rəmzidir. Hər qurtumunda səmimiyyət, hər damlasında bərəkət var. Bərəkət çay sizi doğmalığa, rahatlığa və təbiətin ətrinə aparır. Hər fincanda bərəkət, hər qurtumda sevgi var. 100% orijinal Ceylon çay yarpaqları Şri Lankanın tropik iqlimində dəniz səviyyəsindən minlərlə metr yüksəklikdə yetişir. Təbii aroma və tünd ətir hər qurtumda əsil Ceylondadır. Müasir texnologiya ilə qablaşdırma yarpaqların təbiiliyini, qoxusunu və enerjisini qoruyur. Sağlam və antioksidant tərkibli bədəni təmizləyir, gümrahlıq verir. Bütün zövqlərə uyğun növlər: klassik, qara, yaşıl bergamot ətirli, xüsusi premium gold seriyası. Nə edirsən burada? Çay dəmləyirəm. Hansı çaydan dəmləyirsən? Bərəkət çay. Bərəkətli olsun o zaman. Super Crest evinizdə enerjinin gücü, məişətdə rahatlıq, keyfiyyətdə zirvə, həyatınızı asanlaşdıran texnologiya, ağıllı seçim, uzun ömürlü rahatlıq. Günün hər anı evinizdə Super Crest. Super Crest elektrik məişət avadanlıqları ilə həyat daha rahat, daha sürətli, daha təhlükəsizdir. Keyfiyyətə güvənin, rahatlığa sahib olun. Mətbəxdən qonaq otağına qədər evinizin hər güşəsində Super Crest, çünki hər ev ən yaxşıya layiqdir. Enerjiyə qənaət, uzun ömürlü istifadə və müasir dizayn. Bütün bunlar yalnız və yalnız Super Crest elektrik məişət avadanlıqlarında. Bəli, əziz tamaşaçılar, indi isə günümüzün ən dadlı yerinə gəldik. Süfrələrimizin bəzəyi, tamaşa miyad düyülərindən bəhs edəcəm sizə. Tamaşa düyüləri xüsusi seçilmiş hər biri eyni boyda, ağappaq ətirli dənələri ilə fərqlənir. Qaynadıqda dən-dən qalır, süfrələrinizə ləzzət və gözəllik qatır. Keyfiyyətinə güvənilən, dadı ilə seçilən tamaşa düyüləri. Hər evin sevimlisi, hər aşpazın sirridir.
süfrələrin ən dadlı sirri, tamaşa düyüləri. Ağappaq ləzzətli və keyfiyyətli, yenə də tamaşa düyüləri. Qazan dolusu xoşbəxtlik, yenə də tamaşa düyüləri. Bacı xanım ana, əlinizdə nə görürük? Düyü görürük. Ay maşallah. Siz də deyəsən tamaşa düyüləri işlədirsiniz, tamaşa düyülərindən bişirirsiniz. Hansı aşı bişirəcəksiniz bizim Bu üçün? günləri çığırtmalı aş bişirmişik, bişirəcəyik. Bu günləri çığırtmalı aş bişirəcəyik. Ən gözəl kənd çorpası ilə, ən xoşladığımız bu kəndin hamısı, qonaqlarımızın, məclislərimizin birinci növ xoşladığımız yeməkləri plovdur. Bu gözəl tamaşa düyüsündən. Bişirəndə ətirindən doymaq olmayır, dəndən durur. İyi də ki, öz yerində, hamısı öz qaydasında, öz yerində. Yenə deyirəm, bizim bu kəndimizə xoş gəlmişsiniz. Gözümüz üstə yeriniz var. Həmişə sizi istəmişik, sevmişik, sizə baxmışıq ki, bunlarla yaxından görüb görüşəcəyik bir-birimizi. Nə gözəl qismət oldu, bir gün gördük, görüşdük. Xoş gəlmişsiniz. Gözümüz üstə yeriniz var. O zaman birlikdə tamaşa düyülərindən hazırlanmış aşı da bişirək, sonra da yeyək. Biz bir yerdə hazırlamışıq. İndi də oturub yeyəcək Allah qoysa. Sponsorlar: Natural xalı. Evinizə zəriflik, rahatlıq və təmizlik gətirən xalçalar Natural xalıda. İndi outlet bölməsində xalça və kilimlərə 80%-dək möhtəşəm endirimlər. Zövqlü dizaynlar, yüksək keyfiyyət və əlverişli qiymətlər bir arada. Təbii ipək, yun və pambıq toxunuşları ilə eviniz nəfəs alacaq. Tələsin, bu fürsət yalnız Natural xalıda. Təbiiliyin və zövqün ünvanında. Bərəkət çayları. Çaylar geldi, doldur stekanları. İçtik ve keyif dolar bereket çay anları. Bereket çay sensiz olmaz, demli demli doymak olmaz. Bereket çay. Tamaşa düyüləri. Supercrest elektrik məişət avadanlıqları. Supercrest. Evinizdə enerjinin gücü, məişətdə rahatlıq, keyfiyyətdə zirvə. Supercrest. Supercrest elektrik məişət avadanlıqları ilə həyat daha rahat, daha sürətli, daha təhlükəsizdir. Enerjiyə qənaət, uzun ömürlü istifadə və müasir dizayn. Bütün bunlar yalnız Supercrest elektrik məişət avadanlıqlarında. Sponsorlar: Natural xalı, tamaşa düyüləri, bərəkət çayları, Supercrest elektrik məişət avadanlıqları. Kəndimiz verilişi reklamlardan sonra davam edir. Dağlarda gəzən oğlan, hay dağlarda gəzən oğlan, gəzən oğlan, hərdən mən süzən oğlan. Necəsiniz yaxşı? Sevirsənsə söylə mənə, sevirsənsə söylə mənə, söylə mənə. Ürəyimi üzən oğlan, ürəyimi üzən oğlan. Ay dağlarda gəzən oğlan, gəzən oğlan, gəzən oğlan. Kim döydü sizi? Kim döydü? Xəbər eləyək. Hər qurtumunda səmimiyyət və bərəkət var. Dağ başını duman aldı, dağ başını duman aldı, duman aldı. Eşkin beni dərdə saldı, eşkin beni dərdə saldı. Şirvan bölgəsinə məxsus toyuq çığırtması
həm dadı, həm də hazırlanma üsulu ilə fərqlənən ənənəvi yeməklərimizdən biridir. Bu ləziz yemək adətən kənd toyuğundan bişirilir. Əvvəlcə kənd toyuğu doğranır. Qızıl rəng alana qədər yağda bol doğranmış soğanla qovrulur. Ardından biraz duz, biraz istop, sarı kök vurulur. Qapağı örtülür, ocaqda yavaş-yavaş pişir. Sonda isə çığırtmanın üzərinə yumurta vurulur. Bu kənd dediyim kimi 38-ci ildə orada yaşayırdıq biz. Meşə Kür çayı ətrafından gəlib gedirdi buradan. Sonra Kür elə bir ki çoxalanda qırdı, kəndi böldü ortadan. O taya biz baxırdıq, Güdəcür, Sabirabad rayonunun Güdəcür Sovetliyinə baxırdıq. O Güdəcür Sovetliyi Kür böləndən sonra yoldaş deyən kimi oldu bu yüz Şirvan tayı. O yüz Muğan tayıdır. Sabirabad tərəfi Muğan tayıdır. Bizim tərəf Şirvan tayıdır. Bu orada da axtaçı var. Kür bu kəndi böləndən sonra oldu iki axtaçı. Bu iki axtaçının mütləq biri Şirvan bizim tərəfdə qaldı, Muğan o tərəf. Oldu bizim bu kənd axtaçı Şirvan kəndi, Sovetliyi. Sovetliyimiz Meynimandır. O qabaq kolxozluq var idi, 1 may kolxozudur ərazimiz. Amma kənd bölündü, sırf bu kənd Axtaçı Şirvan kəndidir. 50-ci illərdən bəri yavaş-yavaş hamı yığıldı bu kəndə. Mən özüm 50-ci iləm, 75 yaşım var. Ondan sonra başladıq burada 5 dənə, 3 dənə. Deyirlər bura insanlar Şamaxıdan gəlib. Əsli deyirlər Şamaxılıdır, biz Şamaxılıyıq. O Axtaçı sözü də, Kür kəndi böləndə elə bir ki, Kür axım verib. O yana qaçan da olub, bir yana qaçan. Axtı, neynədir, nə oldu? Buranın adı qaldı Axtaçı. Axtaçı Şirvan. O tayda isə Axtaçı var. O Axtaçı Muğan. İndi bundan belə yaşayaramsa yenə danışaram. Birazdan bildiyim budur. Başqa sual deyirsiniz? Çox sağ olun, təşəkkür edirəm. Bəli, bu möhtəşəm qonaqlığı bizə təşkil edən ev sahibi Misirxan müəllimin yanındayıq. Misirxan müəllim, eviniz çox külfətlidir, qonaqlı qaralıdır. Süfrəniz hər zaman açıq olsun. Mən belə başa düşürəm ki, bayaq da yoldaşınızın da dediyi kimi, xanımınızın da dediyi kimi sizin eviniz deyəsən hər gün belə qonaqlı qaralı olur. Hər gün belə olur. 5 qardaş biz, 4 bacı. Qardaşımın biri budur, bu həyatda olur, bir yerdə olur. Bu kətdənmiş, hamımız. Belə buralıda yaşayırıq. Kənd həyatı ilə məşğuluq. Heyvandarlıq, taxılçılıq, bostançılıq.
Ümumiyyətlə bu kənd nə ilə məşğuldur? Heyvandarlıq olur, bostan əkirik, taxıl əkirik. Belə şeylərlə də. Nə əkirsən, o biçirsən. Nəvələriniz, neçə nəvəniz var? Allah uzun ömür versin evlatlarınıza, nəvələriniz. 4 dənə oğlan nəvəsidir, 2 dənə qız nəvə. Saxlasın, Allah saxlasın. Evinizdə hər zaman belə gözəl, uzun-uzun süfrələr qurulsun, xeyir işlər olsun. Çox sağ olun, təşəkkür edirəm. Xoş gəlmisiniz. Həmişə sizin kimlər çəkilişə gəlsinlər. Belə olsun. Çox sağ olun. Ey dad, ey dad, ey dad, yar, 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 ey bulu cüfrü yay qabaqlı gözəlim. Bulu cüfrü yay qabaqlı gözəlim, durub bağ başına dolanmalı gərək. Bir evdəki sən tək gözəl olmayan, bir evdəki sən tək gözəl olmayan, oy bərbad olub qalansın gərək. Qadanı mən alam, başına dolanam, ay tərlan dur nazlan, bəxtə ver mən olam. Ay tərlan dur nazlan, bəxtə ver mən olam. Sara xanım sarayına baxanda, Ağgərdana həmayələri taxandayam. Sara xanım sarayına baxanda, Ağgərdana həmayələri taxanda. Gözə sürmə qaşa vəsmə yaxanda. Gözə sürmə qaşa vəsmə yaxanda, canım eşq oduna qalansın gərək. Qadanı mən alam, başına dolanam, ay tərlan dur nazlan, bəxtə ver mən olam. 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 Əziz tamaşaçılar, indi isə sizlərə bərəkət çaylarını təqdim eləmək istəyirəm. Hər qurtumunda səmimiyyət və bərəkət dolu bərəkət çaylarımız, 100% orijinal Seylon çay yarpaqları Şri Lankanın tropik iqlimində dəniz səviyyəsindən minlərlə metr yüksəklikdə yetişir. Təbii aroma və tünd ətir hər qurtumda əsil Seylon dadı. Müasir texnologiya ilə qablaşdırma yarpaqların təbiiliyini, qoxusunu və enerjisini qoruyur. Sağlam və antioksidant tərkibli, bədəni təmizləyir, gümrahlıq verir. Bütün zövqlərə uyğun növlər, klassik qara, yaşıl, bergamot ətirli və xüsusi premium gold seriyası. Bərəkət çayları. Bərəkətli olsun. Bəli, əziz tamaşaçılar, indi isə günümüzün ən dadlı yerinə gəldik. Süfrələrimizin bəzəyi, tamaşa miyad düyülərindən bəhs edəcəm sizə. Tamaşa düyüləri xüsusi seçilmiş hər biri eyni boyda, ağappaq ətirli dənələri ilə fərqlənir. Qaynadıqda dən-dən qalır, süfrələrinizə ləzzət və gözəllik qatır. Keyfiyyətinə güvənilən, dadı ilə seçilən tamaşa düyüləri. Hər evin sevimlisi, hər aşpazın sirridir. Süfrələrin ən dadlı sirri, tamaşa düyüləri. Ağappaq ləzzətli və keyfiyyətli, yenə də tamaşa düyüləri. Qazan dolusu xoşbəxtlik, yenə də tamaşa düyüləri. Davam edirik və hal-hazırda gördüyünüz kimi yanımızda çox yaraşıqlı bir bəy var. Özünü təqdim eləsin. Mən Saniyev Zakir, Hacıqabul rayon Mədəniyyət Mərkəzinin solisti. Bu yemək də bizim milli bu zonanın yeməyidir. Bunu tərəkəmələr hazırlayırmış o zaman. Ayran qatmalı da deyilir, həm də tutmaz deyilir. Yəni tez bazar hazır olan bir şeydir. Bu sırf bizim mətbəxə aiddir. Yəni Hacıqabul bölgəsinə, tərəkəmələrə aiddir. Burada da mənim eynimdən bir şey keçir, deyir,
Heyf ki, durna yoxdur burada, uçmur. Amma mən istəyirəm ki, deyim ki, bir zaman havadan qanat qanat saxlayın, sözüm vardır mənim sizə. Durnalar, ay durnalar, sözüm vardır mənim sizə. Durnalar, ay durnalar, qatarlaşıb nə diyardan gəlirsiz. Durnalar, ay durnalar, bir xəbər versəniz bizə. Durnalar, ay durnalar, bir xəbər versəniz bizə. Durnalar, ay durnalar. Fatma xalanın maşallah 10 barmaqda 10 mərifəti var. Əlinə nə götürsə elə bil sehir edir. Səhər tezdən qalxar, bir göz qırpımında süfrə bəzəyər. Çörəyi isti, ayranı köpüklü, yeməyi dadlı. Həm bağda becərər, həm ocaqda pişirər. Həm də hamıya gülər üzlə xoş gəlibsiniz deyər. Onun barmaqlarında illərin zəhməti, kənd qadının hünəri yatır. Həm toxumağı bacarır, həm xəmir yoğurur. Həm də bir fincan çayla hər kəsi dincəldir. Eliyanə də baxıb heyran qalır. Fatma xala, sizdə tükənməz enerji var. Bəli, bu kəndin ruhu ilə Fatma xala kimilərində yaşayır. Zəhmətkeş, mehriban, əlləri ilə nemət yaradan, könülləri isidən qadınlarda. Fatma xalanın barmaqları işlədikcə kəndin ocağı da heç vaxt sönməz. Nəğmə deyər şirin-şirin, ay mənim ana kürüm. Bəzəyisən sən bu elin, ay mənim ana kürüm. Kür Bakıya axdı gəldi, döşə çiçək taxtı gəldi. Sevinməyin vaxtı gəldi, ay mənim ana kürüm. Kür axdıqca apşır ona, boz çöllər də gəlir cana. Bakı girir min bir dona, ay mənim ana kürüm. Sən pənahın dirəyisən, arzususan, diləyisən, sərinləyən ürəyisən, ay mənim ana kürüm. Bu vətənimin, sən nəfəsin olsan, can gülşənimin. Geçmişim bu günün aynasısan, bu dünyada sen arzular dünyasısan. Sen hayatım benim derdim.
Bu dəfə yolumuz düz Kür qırağına düşüb. Günəşin altında bərq vuran çay, sərin mi, kəndin qoxusu, torpağın nəfəsi. Bura Meyniman kəndidir. Eliana, dəvəkini yaman olur. Sən ona belə istehza ilə baxma, yoxsa səndən əl çəkməz. Bir xeyli söhbətdən sonra deyəsən aparıcımız dəvəni ram etməyi bacardı. Yolçu yolda gərək. Meynimanın düzləri, mənzərəsi könül oxşadı, ürək açdı. Gələn səfər yəqin ki, sizin kəndinizin də qonaq olacağıq. Unutmayın, hər kəndin bir sirri, hər insanın bir hekayəsi var. Biz o hekayələri sizin üçün danışırıq. Yəni nə edirsən deyir. Heç nə kəndə girən kimi inəklər bizi salamladı. Gübrəni təmizləyirəm. Təmizləməliyəm də həqiqətən də bunu belə. Yoxsa maşına otura bilmərəm ki. Düzdürmü? Hamınız ölərsiz yoxsa. Kim döydü sizi? Ak oğulu, ak oğulu, ak kuluya, kuluya ak, ak kulu, ak kulu, 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 ak kulu. Hər qurtumunda səmimiyyət və bərəkət var. Gəzən oğlan, hay dağlarda gəzən oğlan, gəzən oğlan, hərdən mən süzən oğlan. Məhəbbəti düşüb canıma. Necəsiniz? Yaxşı. Sevirsənsə söylə mənə, sevirsənsə söylə mənə, söylə mənə. Ürəyimi üzən oğlan, ürəyimi üzən oğlan. Ay dağlarda gəzən oğlan, gəzən oğlan, gəzən oğlan. Xahiş edirəm o dağlarda gəzmənə bala, gəzmənə bala. Necəsən? Yaxşı, sən necəsən? Yaxşı, yaxşı. Xəttən nə yox, bilirsən. Çox sağ ol. Dizin gömgöy olacaq, çox psixodur. Şalvarı cırdın deyəsən, hə? Eyni yoxdur. Hə? Sənət üçün hər şeyə dəyər deyirsən. Yəni Nə gözsən, nə gözsən. Sponsorlar:
Natural xalı. Evinizə zəriflik, rahatlıq və təmizlik gətirən xalçalar Natural xalıda. İndi outlet bölməsində xalça və kilimlərə 80%-dək möhtəşəm endirimlər. Zövqlü dizaynlar, yüksək keyfiyyət və əlverişli qiymətlər bir arada. Təbii ipək, yun və pambıq toxunuşları ilə eviniz nəfəs alacaq. Tələsin, bu fürsət yalnız Natural xalıda, təbiiliyin və zövqün ünvanında. Bərəkət çayları. Çaylar geldi, doldur stekanları. İçtik ve keyif dolar bereket çay anları. Bereket çay sensiz olmaz, demli demli doymak olmaz. Bereket çay. Tamaşa düyüləri. Supercrest elektrik məişət avadanlıqları. Supercrest. Evinizdə enerjinin gücü, məişətdə rahatlıq, keyfiyyətdə zirvə. Supercrest. Supercrest elektrik məişət avadanlıqları ilə həyat daha rahat, daha sürətli, daha təhlükəsizdir. Enerjiyə qənaət, uzun ömürlü istifadə və müasir dizayn. Bütün bunlar yalnız Supercrest elektrik məişət avadanlıqlarında.